Salam, lütf və sulavsız. Məsih Yesayir Evangelist Kilsəsinin proqramına xoş gəlmisiniz. Bu sonuncu protestant islahatının bir hissəsi olan kilsənin Hristiyan, Evangelist Hristiyan proqramıdır. Bilirsiniz ki, ilk protestant islahatı əsasən Roma kilsəsinin daxilində baş vermişdi. Axır zamanda Allah sonuncu bir islahat edir. Nə üçün? İnsanlar Allahın həqiqətini yaşasınlar deyə. Mən Həvari Michelangelo'yam və bugün biz Allahın həyatımızla bağlı hər şeyin necə suveren şəkildə müəyyən etdiyi haqqında danışacağıq. Xoş gəlmisiniz. Bu çox böyük bir sevincdir. Bizim xidmətimizə və şəxsi həyatıma göstərdiyiniz böyük bir şərəf və ehtiramdır. Həvari, Müqəddəs Pyotr öz birinci məktubundan hazır. Bilirsiniz ki, məktublar həvarilər tərəfindən yazılmış məktublar idi və ya yazılan məktublardı. Həvari 5 xidmətdən biridir. Allah həvarilər, peyğəmbərlər, müjdəcilər, çobanlar və müəllimlər yetişdirib. Kilsə, sizin kilsəniz məhz belə. Həvarilər, peyğəmbərlər, müjdəcilər, çobanlar və müəllimlər tərəfindən idarə olunmalıdır. Əlbəttə ki, hər kəsin bir xidmət dairəsi, hər kəsin bir sahəsi var. Pavelin Korintlilərə dediyi kimi bir fəaliyyət dairəsi var və Allah öz ismi, öz padşahlığını burada, yer uzunda belə görür. Beləliklə, mən sizə Pyotrun bu birinci məktubundan danışmaq istəyirəm. O, birinci fəsil, birinci və ikinci ayələrdə belə deyir. İsa Məsihin həvarisi Pyotr qərib olan seçilmişlərə. Beləliklə, kilsə necə deyərlər, müxtəlif yerlərdə idi. İnsanlar dini təqiblərə görə başqa yerlərə getməli olurdular. Ona görə də o deyir, Pont, Galatiya, Kappadokiya, Asiya və Bitiniyada səpələnmiş qəriblərə. Yəni o, baxın, bu yerlərə aparılan Allahın təqiblərdən və cəzadan qaçmalarına icazə verdiyi insanlardan bəhs edir. Diqqət, sizə çox vacib bir mesajım var. O deyir, Ata, Allahın əvvəlcədən bildiyi kimi, ruhun müqəddəsliyi ilə İsa Məsihin qanının səpilməsinə itaət etmək üçün seçilmişlər. Sizə lütf və sulh bol olsun. Bu ayələr bizim mənəvi həyatımız üçün son dərəcə vacib və əhəmiyyətlidir. Çünki həvari Peter bu məktub vasitəsilə o dövrdə müxtəlif yerlərə səpələnmiş xristiyanlara müraciət edərək onlara təsəlli və oyud verir. Və o bizə belə deyir, mən sizə xatırlatmaq istəyirəm ki, siz artıq seçilmişsiniz. Bəli, Allahın əvvəlcədən bildiyi, tanıdığı və müəyyən etdiyi kimi siz məhz onun tərəfindən seçilmişsiniz. Beləliklə, sizə demək istədiyim ilk şey odur ki, seçilmə, qabaqcadan təyin, caciriz, haqq qazandırma məsələlərində insanın heç bir rolu yoxdur. Qabaqcadan təyin edən, cagiran, haqq qazandıran və izzətləndirən Rəbdir. İnsan deyil. Niyə? Çünki İsasız insan, İsasız bəşər ovladı günahlar və təqsirlər içində oludur. Hava qüvvələrinin sayzadəsi onu kör edir. O, digərləri kimidir, qəzəb ovladı kimidir. Bəs hansı insanın mən qəbul edirəm, çünki istəyirəm, çünki mən qərar verdim deməyə gücü çatar? Heç biri. Əgər bu azad iradə ilə olsaydı, sizə bir şey deyim, heç birimiz kilsədə olmazdıq, heç birimiz xilas olmazdıq. Çünki insanın cismani təbiətinin meyli ruha qarşı mübarizə aparmalıdır. Beləliklə, Həvari Butruz səpələnmiş imanlılara müraciət edərək deyir ki, Allah özünün hududsuz və sonsuz hikməti, həmçinin mütləq hakimiyyəti ilə özünə məxsus olanları, yəni xilas yolunu tutacaqları əvvəlcədən bilirdi. Bu həqiqət doğrudan da son dərəcə əzəmətli və izzətlidir. Allahın bu əvvəlcədən bilməsi, onun bizə olan sonsuz məhəbbətinin və hər şeyi əhatə edən ilahi planının bir təzahürüdür ki, bu da hər bir mömin üçün böyük bir təsəlli məmdəyidir. Bunu bilmək ki, heç bir qərarı mən verməmişəm. Mən nəyəmsə, Rəbbimiz İsa Məsihin lütfu iləyəm. Bulus Galatiyalılara belə müraciət etmişdi. Mən nəyəmsə, lütf sayəsində. Efeslilərə isə deyir, siz lütflə iman vasitəsilə xilas oldunuz. Bu sizdən deyil, Allahın bəxşisidir. Beləliklə, əgər mən bugün bir pastoram, xilas olmuş biriyəmsə, bu Allahın mənim həyatımda bunu əvvəlcədən müəyyən etməsinə görədir.
Deməli, bizim seçilməyimiz, bizim seçimimiz insani ləyaqətə əsaslanmayıb. Xeyr, bu ona görə deyil ki, mənim hansısa xüsusiyyətim, istedadım və ya insani bir ləyaqətim var. Xeyr, Allah sadəcə olaraq istədiyini, istədiyi kimi, istədiyi vaxt və kiminlə istəmək istəyirsə onu seçir. Bu gildən asılı deyil. Bu domuzsudamasıydı. Ona görə də bu biliyə sahib olmağınız çox vacibdir ki, bizim seçilməyimiz, bizim seçimimiz, bizim xilasımız insani ləyaqətlə heç bir əlaqəsi yoxdur. Hətta böyük islahatçılar Martin Luther və Jean Calvin də bunu deyirdilər. Əgər insan düşünürsə ki, xilasla bağlı məsələdə onun hansısa bir payı var, o nə Allahı tanıyır, nə də kəlamı. Bu, saf Allahın sənin qəlbinə danışmasıdır. Deməli, bu insani ləyaqətə əsaslanmır. Xeyr, bəs onda nəyə əsaslanır? İlahi lütfə. Siz iman vasitəsilə lütflə xilas olmusunuz. Bu sizdən deyil, Allahın bəxşisidir. Beləliklə, Allahın əbəbi məqsədləri daxilində o Petrə, kilsələrə, yaxud səpələnmiş qardaşlara, Qalatiya, Kappadokiya, Asiya və Bitiniyada qərib kimi yaşayanlara yazmağı tapşırır. Onlar əvvəlcə özlərini itirilmiş, köməksiz və Allahın onlara qayğı göstərmədiyi bir vəziyyətdə hiss edə bilərdilər. Və Allah Peterdən istifadə edərək deyir, o zaman səpələnmiş halda olan bu qardaşlara de ki, onlar mənim seçdiklərimdir və mənim əvvəlcədən bildiyimə əsasən seçiliblər. Mən onların kim olduğunu bilirəm. Onların adlarını ovuc içlərimə yazmışam. Onların adları Həyat kitabındadır. Beləliklə, bu parça 21-ci əsrdə bizə Allahın xilas içinin uc elementini vurğulayır. Biz oxuyuruq, İsa'sız insan günahlar və cinayətlər içində oludur. İnsan axtarmır. Bu qabiliyyətə sahib olan heç kəs yoxdur. Pavlus Romada deyir, qoyun mən bu ayəni çox sevirəm. Romalılara 10. Baxın, zəhmət olmasa buradan izləyin. O belə deyir, yazıldığı kimi salih olan yoxdur, bircə nəfər də yoxdur. Anlayan yoxdur, Allahı axtaran yoxdur. Hamı yoldan azib, hamısı birlikdə yararsız olub. Yaxşılıq edən yoxdur, bircə nəfər də yoxdur. Deməli, qərar verən insan deyil. Həvari, amma mən həmişə eşitmişəm ki, insanın azad iradəsi var. Bəli, azad iradə var. Amma xilas üçün deyil. Çünki əks halda bu Allahın əvvəlcədən bildiyi bir şey olmazdı. Bu insanın qərarı olardı. İnsanın azad iradəsi var. Bugün mavi kostyum gedəcəyəm. Mən qərar verdim. Nəsə yemək istəyirəm. Buna mən qərar verirəm. Filan yerə getmək istəyirəm. Bu mənim qərarım idi. Amma xilasa gəldikdə isə xeyr. Ona görə də Allah ilk növbədə Allahın əvvəlcədən bildiyindən, əvvəlcədən seçdiyindən danışır. Bu mənim üçün sadəcə o qədər qiymətli, o qədər həyəcan verici bir şeydir ki, bilmək ki, atamla anam birləşəndə və mən ana bətnində yaradılanda, o anda mən artıq təkcə Amil Karin və xanım Lauranın ovladı deyildim. Allahın ovladı idim. Əvvəlcədən seçilmiş idim. Doğulanda xəbərim olmadan qoyun kimi doğulmuşdu. Mən bunların heç birini bilmirdim. 21 il katolik olmuşam. Heç nə bilmirdim. Kilsə heç vaxt, katolik kilsəsi 21 il ərzində məni heç vaxt Allahın əzəmətindən, Allahın əvvəlcədən bildiyindən, Allahın hər şeyə qadirliyindən, Allahın hər şeyi bilməməsindən danışmadı. Xeyr, heç vaxt. Ona görə də mən elə bilirdim ki, Allaha tərəf yönəlməyə qərar verən mənəm. Amma buna tamamilə aciz idim. Yaxşılıq edən, seçən, deyən bir nəfər belə yoxdur. Deməli, bu Allah olmalıdır. Allah öz əvvəlcədən biliyi ilə bizi əvvəlcədən seçib. Burada deyir, Allahın əvvəlcədən biliyinə görə seçilmişlər. İkinci olaraq, o ruhun müqəddəsləşdirilməsindən danışır. Bu o deməkdir ki, müqəddəs ruh, halleluya. Allahın ruhu seçilmişlərin həyatında işləyir. Ruh tərəfindən Allah üçün ayrıldığımız zaman bu çox maraqlı bir şeydir. Mənim vəziyyətimdə bunu burada çox demişəm, bu bir qəzaydı. Angolada orduda xidmət edirdim. Biz səyahət zamanı 2 avtomobil toqquzmuşdu.
Partlayış oldu, havaya uzuruldum. Sol ayağımda 7 sinek, ayaq, buz sumuyu, 2 buz sumuyu, buzdum, canaq, qol, uz nahiyələrimdə xəsarətlər aldım. 2 il uc hərbi xəstəxanada qaldım, 20 cərrahiyyə əməliyyatı keçirdim və əslində bu tamamilə sinmiş bir qab idi ki, Dulusçu Oz mübarək, müqəddəs və mərhəmətli əlləri ilə o qabı yenidən düzəltdi. Ruhun müqəddəsləşdirilməsi o deməkdir ki, mənim ruhum üzərində işləyən Allah idi. Çünki mən seçilmiş biri idim. Çünki o məni əvvəlcədən seçmişdi. O səni əvvəlcədən seçid. Xeyr, bu indi olmadı, bu yaxınlarda olmadı. Bu bir gün oyanıb bu gün o gündür dediyim bir şey değildi. Xeyr, bu Allahın əvvəlcədən qurduğu mükəmməl bir plandır. Dünyanın təməli qoyulmazdan əvvəl Allah artıq bizim ruhumuzu yaratmışdı, sonra onu ana bətninə qoydu və Rəbbin seçilmiş bir bəndəsi dünyaya gəldi. Çünki o, onu seçmişdi. Ruhun müqəddəsləşdirilməsi Allahın həyatımızı təmizləyən isidir, bilirsiniz. Beləliklə, mümin itaətkardır, o itaətə və qaz səpilməsinə malikdir, bilirsiniz. Baxın, Rəbbin kəlamı nə deyir? İtaət və Məsihin qanının səpilməsi. Bu o deməkdir ki, itaət, bugün deyə bilərəm ki, mən Rəbbinəm, mən Allahın yollarındayam, mən mənəvi bir yol gedirəm. Çünki biz səpilinə, yəni Rəbbimiz və xilaskarımız İsa Məsihin qanının axıdilməsi baş verib. Buna görə də mümin Allahın cağirisinə itaətkardır və İsa'nın qanı ilə təmizlənir. Beləliklə, tam əmin ola biləcəyiniz yeganə şey budur ki, əgər İsa'nı Rəbb kimi qəbul etmisinizsə və ya bugün ürəkdən inanaraq onun olduğunu, dirildiyini və Rəbb olduğunu etiraf edirsinizsə, bütün bunlar Allahın əvvəlcədən bildiyinin, indi sərbəst şəkildə göstərdiyimiz itaətin və Məsihin qanının səpilməsinin isidir. İsa'nın qanı ilə. Vəhiy kitabında deyilir, onlar quzunun qanı ilə ona qalib gəldilər. Beləliklə, əvvəlcədən bilmə sözü çox vacibdir. Çünki o, orijinal Yunan dilindəki prognosis sözündən gəlir. Prognoz nə deməkdir? O dedi, əvvəlcədən bilməyə görə seçilmiş. Bu, azad iradəyə görə deyil, mənim verdiyim qərara görə deyil. Çünki yox idi. Axtaran, anlayan, yaxşılıq etməyən bircə nəfər belə yoxdur. Bircə nəfər də yox. Heç kim xilas olmazdı. Rəbbimiz İsa Məsihin isi olmasaydı, heç kim xilas olmazdı. Deməli, prognozis, yəni əvvəlcədən bilmə, Allahın qabaqcadan bildiyi məlumat və qərarı deməkdir. Deməli, proqnozisin əsas ideyası təkcə Allahın bilməsi deyil. Bəzən insanların belə dediyini eşidirəm. Allah bilirdi. Deməli, çoxları hətta belə deyir. Biz niyə müjdəni yayırıq? Niyə radioya, televiziyaya, peykə, mediaya pul xərcləyirik? Niyə? Əgər Allah onsuz da bilirdisə, məsələ Allahın bilməsi deyil, bu çox şey olardı. Allahı məhdudlaşdırmaq olardı. O bilirdi. Prognozis ideyası Allahın gələcəyi bilməsi deyil, Allahın bunu müəyyən etməsidir. Allah öz məqsədinə uyğun olaraq bizim xilas olmağımızı müəyyən edib. Bu möhtəşəmdir. Mən Allahın əllərindəyəm, sən Rəbbin əllərindəsən. Ona görə də Butrusun bu hissəsi çox vacibdir. Mən burada bu barədə çox danışıram. Çünki bu, imanlıların seçilməsini vurğulayan bir hissədir. İsa Məsihə iman gətirən kəs Allahın seçilmişidir. Bu, Allahın suveren biliyinə və onun möhtəsəm lütfüne əsaslanır. Allahın suverenliyi və onun möhtəsəm lütfu. Bu çox vacibdir. Çünki bilirsiniz, siz bu cür biliyə sahib olmağa başlayanda mənəvi gözləriniz ısıllanır. Siz mirasın zənginliyini, xilasınızı, Allahın təminatını anlamağa başlayırsınız. Artıq heç bir şeytandan qorxmursunuz, insanlardan qorxmursunuz, iqtisadiyyatdan qorxmursunuz, heç nədən qorxmursunuz. Sizin məhv edilməz və sarsılmaz bir mövqeyiniz var. O sindirilə bilməz, yəni sindirilməzdir, üzr istəyirəm. Müqəddəs kitab haqqındakı biliklərə görə sindirilməzdir. Mən son sözü ürəyinizdə buraxmalıyam. Elə həmin həvari müqəddəs Piotrun sözləri ilə o ikinci məktubunda, ikinci epistolunda deyir, onun ilahi qüdrəti bizə həyata və təqvaya aparan hər şeyi bəxş etdiyinə görə. Bu Allahın gücü ilə oldu.
O deyir, bizi öz izzətinə və fəzilətinə cagiranın tam dərk edilməsiyle. Allah izzət olsun deyin. O bizi öz izzətinə və fəzilətinə cagirdi. Bu oydu. Deyin bu oydur. Uca səslə deyin bu oydu. O sən öz izzətinə və öz fəzilətinə cagirdi. Elə isə, əgər cagiran odursa, əzizim, kim bizi Allahın əlindən ala bilər? O dedi, mənim əlimdən heç kəs ala bilməz. Mən onlara əbədi həyat verəcəyəm. Onlar mənim səsimi eşidəcəklər, mənim qoyunlarım. O Yahya 10:26-da dedi, siz iman etmirsiniz, çünki mənim qoyunlarım deyilsiniz. Çünki əgər Allah hamını xilas etmək istəsəydi, hamını xilas edərdi. Bu, istəyəndən asılı deyil. Romalılara məktubda deyildiyi kimi, bu axtarandan, istəyəndən asılı deyil. Bu, Allahın öz mərhəmətini göstərməsindən asılıdır. Və Allah öz mərhəmətini göstərir. Allah bugün səni bir televiziya kanalı vasitəsilə tapdı. Allah səni bu reanimasiyadan, bu həbsxanadan, bu xəstəxanadan, bu klinikadan, yaşadığın bu dəhşətli ləziyyətdən, emosional, hətta olum hissindən tapıb çıxardı. Sənə elə gəlir ki, kimsə proqramda iştirak edir və deyir, mən həyatıma son qoymaq istəyirəm. Çünki artıq yaşamağa dözə bilmirəm. İndi sən müqəddəs kitabın nə dediyini bilirsən. Oh, bizi öz izzətinə cagirdi. Məhz sərbəst iradə yoxdur, nəsə müqəddəs kitabda haradadır? Müqəddəs kitabda sərbəst iradə ifadəsi yoxdur, bunu bilirdiniz? Yoxdur. İnsanlar müqəddəs kitabda olmayan sərbəst iradəni təbliğ edirlər. Bizi cagiran odur. Bu, bizi öz izzətinə və fəzilətinə cagiranın tam dərk edilməsi ilə gəlməlidir. Hansı ki, bunlar vasitəsilə onun qiymətli və böyük vədləri verilmişdir ki, siz onlar sayəsində dünyadakı ehtirasların pozğunluğundan xilas olub, ilahi təbiətə şərik olasınız. Və o deyir, buna görə də siz bütün səyinizi qoyaraq imanınıza fəziləti, fəzilətə biliyi, biliyə özünə hakim olmağa dozumluluğu, dozumluğu da təqvanı, təqvaya qardaşlıq sevgisini, qardaşlıq sevgisinə isə məhəbbəti əlavə edin. Çünki bu xüsusiyyətlər sizdə olduqda və artdıqda Rəbbimiz İsa Məsihin dərindən tanınmasında sizi nə tənbəl, nə də səmərəsiz edir. Yəni, həqiqəti eşitdiyiniz zaman səmərəsiz qalmırsınız, bəhrə verməkdən dayanmırsınız. Sizi öz izzətinə cagirən odur. Bu görüşü təyin edən də odur. Bizim bu görüşümüz burada Bandeirantesdə, məni dinlədiyiniz radioda, sosial mediada, Allahın mükəmməl bir planıdır. O, sizi öz izzətinə və fəzilətinə cagirbə. Beləliklə, o, dahiniklikdə olanlara qalaktika nöqtəsinə çatdırır. Baxın, sizi seçən mənəm. O, dünyanın dörd bir yanına çatdırır. Çünki bu proqram digər dillərə də tərcümə olunacaq. O deyir, səni seçən mənəm. Sənə mərhəmət göstərən mənəm. Səni sevən mənəm. Səni haqlı çıxaran mənəm. Səni məhkumiyyətdən qutaran mənəm. Artıq heç bir məhkumiyyət yoxdur. Məsih İsa'dakılar üçün artıq heç bir məhkumiyyət yoxdur. Çünki olum ruhu həyatımızdan çıxarılıb, həyat ruhu bizdədir. Həyat ruhu nədir? Müqəddəs ruh Rəbb İsa Məsih. Bu kəlamı qəbul edin. Dərk edin ki, hər şeyi müəyyən edən qabaqcadan görmə, Allahın əvvəlcədən bilməsidir. Qoy belə olsun. Rəbb belə dedi. Bu yarım saatı mənimlə keçirən hər kəsə təşəkkür edirəm. Allahdan ümid edirəm ki, həyatınızda çox vacib bir şey meydana çıxır. Siz Allahın əvvəlcədən bilməsi, Rəbbin qərarı və ali hakimiyyəti ilə seçilmiş birisiniz. Və sizə deyirəm, Allahın mələkləri sizi qoruyur. Haraya getsəniz, sizi qoruyan mələklər var. Sizə qarşı düzəldilən heç bir silah uğur qazanmayacaq. Cəhənnəmin heç bir planı və strategiyası həyatımızın üzərində üstünlük təşkil edə bilməz. Sən qalibdən də üstünsən. Sənin içində olan, bu dünyada olandan daha böyükdür. Hamınızı səmimiyyətlə qucaqlayıram. Lütf və sulh İsa naminə Həvari Miguel Angelo. Lütf və sulh.